Wikimedia Fondunun səyahət təqaüdü siyasətində qeyd olunub ki, Wikimedia Fondu hesab edir ki, icma üzvlərinin üzbəüz görüşləri Wikimedianın layihələrinin davamlılığı və gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Wikimedia hərəkatında iştirakçılarını və sədaqətlərini tanımaq məqsədi ilə fond bu tədbirlərin bir çoxu üçün səyahət təqaüdləri təqdim edir. Wikimedia Fondu tərəfindən təşkil edilən konfranslar, məsələn, Wikimania, Wikimedia Hackathon və s. icma üzvlərinin bir araya gəlməsi və təcrübə mübadiləsi aparması üçün vacib platformalar hesab olunur. Fondun verdiyi təqaüdlər xüsusilə mali imkanları məhdud olan iştirakçılar üçün tədbirə qatılma imkanı yaratmaqla yanaşı, Wikimedia layihələrinə töhfə verməyə təşviq etmək məqsədini daşıyır. Wikimania Wikimania, Wikimedia hərəkatının ən böyük illik konfransıdır. Konfrans 2005-ci ildən bəri hər il keçirilir və bu müddət ərzində demək olar ki, hər qitədə təşkil olunub. Növbəti tədbir olan 2026-cı il Wikimaniasının Parisdə keçirilməsi nəzərdə tutulub. Burada iştirakçılar müxtəlif seminarlar, panel müzakirələri və praktiki sessiyalar vasitəsilə layihələrin idarə olunması, məzmun yaratma və icma idarəçiliyi mövzularında biliklərini bölüşürlər. Tədbirdə təşkilatçılar yalnız dinləyici qismində olmayıb, həm də öz təcrübələrini təqdim etmək, layihələrdə qarşılaşdıqları problemləri bölüşmək və digər icma üzvlərindən öyrənmə imkanı əldə edirlər. Eyni zamanda yeni əməkdaşlıq imkanları yaranır. Çünki müxtəlif regionlardan gələn iştirakçılar öz layihələrini bir-birinə tanıdır və ortaq iş planları hazırlaya bilirlər. Wikimania həm də icma üzvləri üçün motivasiya mənbəyidir. Burada onların fəaliyyəti tanınır və gələcəkdə layihələrə daha aktiv qatqı vermələri təşviq olunur. Wikimedia Hackathonu Hackathonlar daha çox texniki yönümlüdür. Bu konfransda əsasən Wikimediaya texniki cəhətdən töhfələr verən proqramçılar dəvət olunur. Burada iştirakçılar kodlaşdırma və proqram inkişafı üzrə komandalara qoşulur və layihələr üzərində işləyirlər. Hackathonda əsas məqsəd konfrans müddəti boyunca müəyyən texniki problemlərin və tapşırıqların həllinə nail olmaqdır. Mərkəzi və Şərqi Avropa görüşü Mərkəzi və Şərqi Avropa görüşü isə adından göründüyü kimi regional tədbirdir. Bu görüş regiondakı Wikimedia icmalarının üzvlərini bir araya gətirir, layihələr üzrə təcrübələr paylaşımını təşviq edir və region səviyyəsində əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan da bu regionda yerləşdiyi üçün Azərbaycanlı Wikimediaçılar bu görüşdə iştirak etmək və təqaüd əldə etmə imkanına malikdir. Görüş 2012-ci ildən bəri keçirilir və əksəriyyətində Azərbaycandan iştirak edənlər olub.